Təşəkkür edirəm, hörmətli sədr əziz həmkarlar. Düz 22 il əvvəl 2003-cü ilin bu günü müzəffər lider Cənab İlham Əliyev Konstitusiyanın 103-cü maddəsini rəhbər tutaraq ilk dəfə dövlət başçısı kimi dövlətin müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyini vəd vermişdi. Vəd vermək siyasətçinin fəaliyyət metodudur və dünya təcrübəsində liderlərə bir qayda olaraq verdiyi vədləri yerinə yetirmək ya tarixi şərait, ya da vədlərin özünün miqyası baxımından müəssər olmur. Açıq desək, 2003-cü ilin tarixi şəraitində, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada, Cənab İlham Əliyevin işğala məruz qalmış bir ölkə ilə müqayisədə miqyası hədsiz böyük olan vədlərini yerinə yetirmək ağlasığmaz görünürdü. 2003-cü ilin mənfur oktyabr hadisələri və sonraki dövrdə çoxsaylı xarici müdaxilə cəhdləri də göstərməkdəydi ki, nəinki dövlətin müstəqilliyi və ərazi bütövlüyü, ümumiyyətlə dövlətin mövcudluğunu davam etdirmək məsələsi sual altında idi. Üstəlik, hakimiyyət daxilində prezidentlik iddiasına düşmüş məmurlar, İstər hakimiyyət daxilində, istərsə də xaricdən ayrı-ayrı güclər tərəfindən maliyyələşdirilən, o zamanki siyasi marionetlərin müəyyən güc qazanması ictimai-siyasi sabitliyi təhdid etməkdəydi. Amma Cənab İlham Əliyev hələ o zaman nümayiş etdirdi ki, nəyi, nə zaman, necə edəcəyini bilir. 22 illik yaxın tarixə nəzər yetirsək, bir mənalı şəkildə deyə bilərik ki, ötən dövrün hər günü Cənab İlham Əliyev bizi ümumilli məqsədlərə daha da yaxınlaşdırıb. Ötən 22 ildə Cənab İlham Əliyev nəinki dövlət içində dövlət qurmaq istəyən xainlərə və səfirliklərdə bir bakal alma şirəsi müqabilində narıncıya boyadılmış radikal klonlara meydan vermədi. Əksinə, milli iradəni tarixin heç bir dövründə olmadığı qədər iqtidar sahibi elədi. Ötən 22 ildə Cənab İlham Əliyev Azərbaycan dövlətini ləyaqətlə təmsil edib, tarixin heç bir dövründə, heç bir liderə müəssər olmayacaq şəkildə xalqın vahidliyini təcəssüm etdirməyə və dövlətçiliyin varisliyini təmin etməyə nail oldu. Bütün maneələrə baxmayaraq, əzmlə həyata keçirdiyi strategiya nəticəsində siyasi müstəqilliyin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ordu və müdafiə sənayesi quruculuğu bizi böyük hərbi siyasi zəfərlərə daşıdı. 5-ci il dönümünü qeyd etdiyimiz bu zəfərlə isə Cənab İlham Əliyev mövcudiyyət tariximizdə ilk dəfə hər kəsi, xüsusən də 10 illiklər boyu bizi hesaba almayanlar, istehza ilə məğlubiyyətə göz yummağa çağıranları, barəmizdə bizsiz qərar verənləri bizimlə hesablaşmağa vadar etdi. Təcavüzkar böyük Ermənistan mifini qırmaqla Cənubi Qafqazda sülhü sabitliyi təhdid edən situasiyanı aradan qaldırmış oldu. Elə Azərbaycan və Ermənistanın öz simalarında bölgəmizin hərb meydanından əməkdaşlıq platformasına transformasiyası istiqamətində real nəticələr aparan status quoya nail oldu. Çox sağ olun.